Bir insan uğurlu olmaqdan niyə qorxsun ki? Əslində hər kəs uğurlu olmağa can atır. Belə Amma görünür. şuuraltı olaraq uğurlu olmaqdan da qorxur. Bu necə olur? Bizə uşaqlıqdan... Amma gözdə görünür ki, can atır. Bəli. Bəzi insanlar uğurlu ola bilmir zaten o qorxuya görə. Bu necədir? Uşaqlıqda həmin insanlara anadır, qıza deyir ki, sən çox gözə batmamalısan. Misal, sən qızsan, parlaya bilmərsən, qadın olaraq görülə bilmərsən, çox uğurlu ola bilmərsən. Hər dəfə o uğur qazandıqca hər zaman bir problem yaranır. Yəni bir uğur onun zehnində bərabərdir bir problem. Hətta bəzən belə bir şey var ki, deyir ki, Murad bəy, biz nə vaxt uğur qazansaq, xoşbəxt olsaq, illa ki bir pis bir şey olur. Ya biri rəhmətə gedir, ya biri xəstələnir, ya bir qəza olur, toy günü yas düşür, bayram günü yas düşür. İlla ki biz deyib güləndə, xoşbəxt olanda mənfi nəsə olmalıdır. Doğru. Bunu deyən adamın şuur altında hansı inanc var? Uğurlu olsam problem yaşanacaq inancı var.